Ali Baş Komandanımız, şəhid anaları, şəhid yarları, qazilərimiz olmaqla mən 1-ci Qarabağ müharibəsinin Tovuz uğrunda canından keçən şəhid İsa Musayev qardaş olaraq, həm də Tovuz Turan Şəhid Ailələri Birliyinin rəhbəri olaraq bu günü bizə yaşadan, bu zəfər bayramını bizə yaşadan oğulların valideynlərinə həqiqətən də böyük minnətdarlığımı bildirirəm ki, onlar elə bir oğullar yetişdirdilər ki, heç bir zaman üzü gülməyən Azərbaycanın üzünü güldürdülər, başını tiş tutdular. Mən həqiqətən çox xoşuma gəldi, çox gözəl bir hazırlıq görmüşsünüz. İlk növbədə məktəb direktoruna və bizim qardaşımız qazimiz 44 günlük vətən müharibəsinin zabit kimi iştirak edən qazimizə öz minnətdarımı və sizlərə hər biriniz öz minnətdarımı, şagirdlərimizə minnətdarımı bildirirəm. Bu günlərimizdə bu vətənpərvərliyi mən gördüm, həqiqətən də bu cürlə vətənpərvər şagirdlərimiz əgər yetişərsə, Azərbaycan xalqının bir daha bayrağı aşağı edilməz. Bu həqiqətən də bizim müəllimlərimizdən, müəllimələrimizdən çox şey asılıdır ki, gələcəyə vətənpərvər evlatlar yetişdirsinlər ki, Azərbaycanın da gələcəyi namuslu, şərəfli gənclərimizin əlində olsun. Mən ümid edirəm ki, Azərbaycan Respublikasının prezidenti Azərbaycan xalqına 8 noyabr Zəfər bayramını yaşadan, başda olan Ali Baş Komandanımız gələcəyimiz üçün şagirdlərimizə elə bir əmin-aman, firavan, rahat həyat ölkə buraxacaq ki, bizim gənclərimiz heç bir zaman 44 günlük 1-ci Qarabağ müharibəsində olan çəkilən əziyyəti heç bir zaman bizim gənclərimiz çəkməyəcək. Allah şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizə can sağlığı versin. Allah sizləri də var eləsin ki, həqiqətən də yenə deyirəm, gələcəyə vətənpərvər, sağlam gənclər yetişdirirsiniz. Çox sağ olun, minnətdarım.